Narsist kişi ilə necə yola getmək olar? Bu çətin bir yolculuq. Bir pasiyentim var, o da eyni şəkildə narsist yoldaşı ilə yaşamaq və bunun problemləri həll eləməyə çalışır. Bizim terapiya sürəcində qazandığı fərqindəliklərdən sizə danışmaq istəyirəm. Artıq o narsist insanın manipulyasiyalarının məqsədini başa düşdüyü üçün o manipulyasiyalara girib mübahisəyə, münaqişəyə girmir. Buna görə də narsist istədiyinə çata bilmədiyi üçün manipulyasiyanı etməməyə başlayır. Bundan başqa müəyyən incidici psixolojik damğalamalar, yəni ki, üzərinə sən beləsən, sürəkli qarşı tərəfi suçlama kimi vəziyyətlərdə də artıq bunun fərqindədir və bunları deyərkən əslində özündə onu gördüyü üçün, dediyinin fərqində olduğu üçün bunlara da artıq icazə vermir. Ümumiyyətlə, narsist bir insanla ünsiyyətdə narsistin ihtiyacı olan o pohpohlanma və yaxud da ki, o tərif ehtiyacı, heyranlıq ehtiyacını qarşılamaq üçün də ona qarşı müsbət tərəflərini vurğulayıcı şəkildə yanaşma daha yaxşı ola bilər. Digər tərəfdən amma öz sərhədlərinizi də tamamən kəskin qoymalısınız. Çünki narsist kölə vəziyyətinə gələn, yəni tamamən ona tabe olan bir insandan da bir müddətdən sonra soyuduğu üçün tamamən tabeçilik də ona uyğun olmur. Ona görə də öz sərhədlərinizi kəskin qoyub, amma ikili münaqişələrdə müəyyən bir isbat etmə çabalarından qaçınmaq daha faydalı olacaq.